Qəzənfər Abdullayev 1993-cü ilin mayın 10-da Samux rayonunun Ziyadlı kəndindən anadan olub. Azərbaycan ordusunun kiçik çavuşu olan Qəzənfər Abdullayev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qəzənfər Abdullayev 27 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub. 15 noyabr 2020-ci ildə Ziyadlı kənd qəbristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Qəzənfər Abdullayev ölümündən sonra vətən uğrunda Kəlbəcərin azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif edilib.